Bu TikToker insan alverinə görə tutuldu. Sosial şəbəkələrdə Nur adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. O, Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü insan alveri maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin apardığı belə tədbirlər həqiqətən alqışa layiqdir və cəmiyyətimiz üçün yeni ümidlər açır. Eləcə də belə insanlar, belə üzdən iraq fahişə və insanları fahişəliyə cəlb edən qadınlar var ki, TikTokda özünüz görürsünüz, açıq-saçıq geyinir və yaxud ehtiraslı rəqslər edərək kişiləri hansısa yolla intim münasibətə, yəni pul qarşılığında cəlb edir və yaxud da ki, özlərinin ətrafında olan insanları bu yollara cəlb edir. Belə insanlardır ki, ailələri dağıdır, belə insanlardır ki, tələbə qızları əxlaqsızlığa sövq edir, məktəbli az yaşlı qızların əxlaqsızlığa cəlb olunmasında fəal iştirak edir. Eləcə də belə insanlar milli mənəvi dəyərlərimizi məhv etməklə məşğuldur. Bu adamlar TikToker, blogger, model, nə bilim daha başqa adlar altında gizlənərək öz fəaliyyətlərini daha intensiv şəkildə populyarlaşaraq etməyə çalışır. Əziz cəmiyyətimiz, əziz izləyicilərimiz, belə əxlaqsız, belə fahişəliyə insanları cəlb edən, milli mənəvi dəyərlərimizə, övladlarımızın gələcəyinə zərərli olan insanlardan uzaq olmağa çalışaq və Daxili İşlər Nazirliyinə belə insanları şikayət edək ki, onların işinə yaxşı, xeyirli, sürətli olmasına təkan verək. Sizlər də belə insanları sosial şəbəkələrdə fenomen etməyin ki, sabah sizin ailənizdən də belə dırnaqarası fenomenlər çıxmasın.